Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed və accil fərəcəhum. Bir neçə gün öncə sosial şəbəkələrdə Həzrəti Ayətullah Üzma Seyyid Əli Sistani ağanın Allah vücudlarını bəla və xətalardan qorusun, devlətdən maaş alan imam-ı cəmaatın arxasında namaz qılınmasın mövzusunda bir nəzəri paylaşım olub və nəzər ağanın orijinal saytından götürülüb və müxtəlif dillərə də ərəb dilindən tərcümə olunub və biraz da bu məsələ müzakirə obyektinə çevrilmişdi. Çünki nəzərdə bir neçə qaranlıq nöqtələr vardı, o da əlhamdülillah öz həllini tapdı. Nəcəf Əşrəfdə ağanın mərkəzi dəftərindən demək, soruşulan suallardan biri bu idi ki, qaranlıq nöqtənin işıqlanması üçün aya ağanın bu nəzəri İran İslam Respublikasına da aiddir, yəni İran İslam Respublikasındakı olan imam cəmaatlara da aiddir. Ağanın oğlu Seyyid Muhammed Rıza Sistani ağa bu məsələyə aydınlıq gətirdi, cavab verdi, dedi, xeyr, bu məsələ İran İslam Respublikasına aid deyil. Demək, bu İran İslam Respublikası məsələdə istisnadır. Yəni, imam cəmaatlar istisnadır. Amma diqqət eləsək, ağanın nəzərinə bu fətva deyil. Bu sadəcə olaraq bir nəsihət və tövsiyədir. Və ağanın nəsihət tövsiyəsi tərəfeyn üçündür. Yəni, iki tərəf üçündür. Bir, möminlər ki, devlətdən maaş alan imam cəmaatın arxasında namaz qılmasınlar. Bu bir nəsihət tövsiyə. İkinci isə imam cəmaatın özü üçündür ki, ağa öz nəzərində diqqət eləsək qeyd edir ki, bu ona görə deyil ki, bir imam cəmaatın ədalətinə tənə vurulsun və yaxud bir imam cəmaat hansısa bir xətada, bir işdə ittiham olunsun. Sadəcə olaraq bu məqamlara sahib olan, yəni imam-ı cəmaat olan möminlər, axundlar, sadəcə olaraq yəni hətta qarşıya çıxan hər bir ehtimallar ki, sabahları dövlət tərəfindən dini işlərə müdaxilə oluna biləcək halda belə, yəni imam cəmaatlar öz tədbirlərini görsünlər. Yəni, bu işdən çəkinsinlər. Niyə? Çünki biz insanıq, bizim demək, təbii olaraq nəfsimiz var və bağlılıq, aslılıq, qorxu. Görərsən ki, bu günləri bir insan sadəcə olaraq elə imam cəmaatdır, bir məsciddə fəaliyyət göstərir, axundluq eləyir. Dövlətdən də maaş alır. Və bir də görərsən ki, sabahları dövlət gələr dinin işində müdaxilə eləyər. Və müdaxilə eləyəndə dinin işində görərsən ki, dəyişikliklərə və yeniliklərə ki, dövlətlərin maraqlarını qorumaq üçün bir sıra layihələrin həyata keçirilməsində görərsən ki, elə bu imam cəmaatın əli ilə bu işlər dinin əleyhinə icra olundu. Bu bir təbii haldır. Və Quran-ı Kərim də buyurur ki, yəstəmi'unə qavlə və yəttəbi'unə əhsənə. Ağıl sahiblərinin vəsfində Quran buyurur ki, onlar deyilən sözlərə qulaq asarlar və onların yaxşılarının ardınca gedərlər. Və biz bu barədə alim qardaşlarımızın biri ilə demək, bu məsələnin işıqlanması üçün bir səs yazmalarında mən sual soruşdum. Dedim, əgər mərci təqlidin belə bir məsələyə və yaxud bunun misalında olan digər məsələlərə fətva yox,
yalnız nəsihət olaraq tövsiyələrinə nisbətdə müqəllidin üzərində olan vəzifəsi nədir, təklifi nədir? Və o din alimi qardaşımız da elə hal-hazırda Nəcəfdədir, gözəl cavab verdi. Dedi, bundan yaxşı nə ola bilər ki, möminlər müctəhidin, mərci təqlidin nəsihətinə qulaq assın. Bundan yaxşı nə ola bilər ki? Və təbii ki, elə Qur'anın, Allahın kəlamının, Peyğəmbərin və Əhl-i Beyt əleyhissalamın kəlamının gözəl formada qısa məzmununu mömin topluma, mömin icmaya çatdıran elə alimdir, müctəhiddir, mərci təqliddir. Və ona görə də Həzrət Əli əleyhissalamın bir qızıldan dəyərli kəlamlarından biri də budur ki, ən yaxşı ustad təcrübədir. Və din alimlərinin də Həzrət Ayətullah Sistani ağanın bu əzəmətli bir şəxsiyyətin belə bir nəzərləri də sözsüz ki, aydın tarixi faktlara söykənir. Yəni, əbəs yerə deyil ki, ağanın uzaq görənliyi qeyd olunur bu nəzərdə, əgər biz diqqət eləsək. Bu, bura qədər ağanın demək, nəzərinə olan bir açıqlamadır. Amma keçək öz sözümüzə. Bilirsiniz, bizim hal-hazırda son illərdə yaşadığımız devirdə biz görürük ki, həqiqətən də devlətlər maaş verdiyi imam cəmaatlardan, axundlardan yeri gəldikdə öz məkirli planlarının həyata keçirilməsində sui-istifadə edirlər. Və bunun demək ki, bundan bir dərs alınmalıdır bu məsələlərdən. Bir budur ki, bəli, devlət sabahları bir imam cəmaata, bir axunda maaş verəcək. Lazım gələndə bir dənə də qələm verəcək, bir kağız qoyacaq qabağına, deyəcək ki, sən mərci təqlidin idarə etdiyi bir dövlətin əleyhinə olan kampaniyaya dənə qol çək, əleyhinə çəkəcək. Çünki dövlətdən asılığı var. Sabahları Ramazan ayı gəlməmiş, belə bir imam cəmaat, axundların dili ilə minbərlərdə Ramazan ayı gəlməmiş, Ramazan ayını elan elətdirəcək ki, elətdirirlər. Ramazan ayının sonuncu gününü fitir bayramı, orucluq bayramının elan edilməsində və o günü məsciddə bayram namazı qılınmasında razılıq verməsi verirlər. Və hegemon axundlar, imam cəmaatlar elan edirlər ki, biz axunduq, biz mollayıq, biz din alimiyik ki, biz dedik, bugündürsə, demək, bugündə orucluq bayramı, fitir bayramı bugündür. Mərci təqlid nəzadına bizim işimiz yoxdur. Yaxşı? Və məscidlər ki, məscidlərin qıfıllarının, açarları bunların əllərindədir, ciblərindədir. Sanki haşa lillah öz dədələrinin evi kimi rəftar eləyirlər və təhdid eləyirlər. Deyirlər, biz bu günləri bayram namazı qılırıq, sabahları siz gəlib burada bayram namazı qılsaz, biz sizi bura buraxmayacağıq. Hansı ki, məscid sözünün mənası səcdə olunan məkan, Allah evi, səcdə Allah üçündür də. Yaxşı? Və görürsən ki, dövlətin büdcəsindən zalim rejimlər məscid adına bina tikirlər, inşa edirlər və məscidlərə öz atalarının adlarını yazırlar. Və xalqın pulu ilə ziyarətgahlar təmir olunur və sonda lövhələrdə zalimlərin adı bir orada lövhələrdə qeyd olunur xeyriyyəçi kimi. Və bunu da insanlara təqdim edən kimlərdir? Devlətə xidmət eləyən və devlətdən asıllığı, tam asıllığı olan
minbər sahibləri və məscidlərdə olan imam cəmaatlar. Odur ki, bu günlərdə bu imamı cəmaatlar gərək bir arxaya, tarixə baxsınlar, görsünlər ki, zalim rejimdən maaş alan ruhanilərin axırı və aqibəti nə ilə bitib və bundan böyük dərs almaq lazımdır. Bütün möminlərə aid olan bir məsələdir ki, əgərləri bir din mərci təqlidi möminləri nəsihət eləyirsə, bu haqda gərək o nəsihətə qulaq asılsın. Bəli, sabah biri deyər ki, fətva deyil. Amma tarixdə olub keçmişləri heç vaxt gərək unutmayaq. Bizlərdən Bilal çıxmaz. Bilal idi ki, Əmir-i-Möminin ağanın haqqı qəsb olunandan sonra o qəsbkarların istəyini yerinə yetirmədi. O istək nədən ibarət idi? Sadəcə bir azan deməkdən. Yəni Bilal Əmir-i-Möminin ağanın haqqını qəsb eləyən zalimlərə bir azan demək qədərində belə xidmət eləməkdən imtina etdi və əvəzi də nə oldu? Bilalı sürgün etdilər. Təbii ki, o əziz və dəyərli ruhanilərimiz ki, uzaq görən idilər və bilirdilər ki, bu zalimlərin bu günləri, əgərləri bir məsciddə minbər fürsəti verməyi, mehrablarda imam cəmaatlıq fürsəti verməklərinin arxasında məkirli planlar varsa, onlar elə vaxtında öz işlərini gördülər. Hər şey təhvil verdilər. Bilal kimi, Əmir-i-Möminin ağa kimi çəkildilər, oturdular öz evlərində, yaxud bir qismi də Bilal kimi öz vətənlərindən sürgündə və bir qisməti Musa ibn Cəfər əleyhissalam kimi zindanlara məhkum oldular. Amma onlar ki, bu günləri öz yağlı maaşlarından keçə bilmirlər, sarayı mədh eləyən məddahlar və Peyğəmbər minbərlərini qəsb edib İslamın rəngini dəyişənlər, həqiqəti gizlədib, batili, yalanı, yaltaqlığı insanlara xitab edənlər və orucluğun günündə fitir bayramını, namazını qıldıranlar, məscidlərin qıfıllarının açarlarını ciblərində gəzdirib möminləri məscidlərə buraxmayanlarla tarixdə İslamın, xəlifəliyin, xilafətin qəsb edən Muaviyə və Əməvilərlə fərqi nədədir? Muaviyə cümə namazını həftənin 3-cü günü qıldırırdı. Siz də orucluğun son günündə nə edirsiniz? Cəmaatın orucluğunda siz gəlirsiniz, orucluq, fitir bayramı elan edirsiniz və şərt qoyursunuz. Bugün qıldız, sabahları məsələ gəlməyin. Nə fərq oldu sizinlə? Odur ki, bu məsələlərdə möminlər də gərək diqqətli olsunlar və imam cəmaatları da nəsihət eləsinlər. İmam cəmaat məsum deyil. İmam cəmaat da fərdi bir insandır. Sadəcə olaraq ki, elminə görə, indi bəzi bir üstünlüklərinə görə bir kəmalı ola bilər, tamamlığı ola bilər. Amma digər məsələlərdə ki, imkanı vardır, imam cəmaat da xəta eləyə, günaha mürtəkib ola. Amma möminlərin vəzifəsi bu işlərdə bu imam cəmaatlara demək, dəstək olmaq məsələsi budur, bundan ibarətdir ki, onu nəsihət eləsinlər və zamanın həkim insanlarından, hikmət sahibi olan insanlarından eşitdiklərini, duyduqlarını onlara da nəsihət eləsinlər. Bu baxımdan Ağa Sistaninin sözünə demək, etina olunsun, etinasızlıq olunmasın və onlar ki, bu günləri
imam cəmaatdırlar, axunddular və dövlətdən asılıdırlar. Öz dünyalarını, axirətlərini dünyalarına satmasınlar. Necə ki, İmam-ı Cavad əleyhissalam buyurur ki, insanların ən pisi öz axirətlərini özgəsinin dünyası üçün satanlardır. Zalim bu günləri dünyasını qazanıb, amma biz də bu günləri təki minbər olsun, mehrab olsun və mən düşünüm ki, elə İslamı mən təbliğ edəcəm, amma bu təbliğdə, təbliğ əsnasında bir də ki, görəcəyik ki, düşmənin məkirli planları həyata keçir və zalimin məqsədlərinə xidmət olunur. Bu halda onsuz da düşmən dünyasını qazanıb. Amma vay o insanların halına ki, belə bir halda onların dünyası üçün bir tikə o çörək ki, o dövlətin maaşıdır, ona xatir öz axirətlərini satırlar. Allah İmam-ı Cavadın hörmətinə axir aqibətimizi xeyrə xətm eləsin.